Həyatımı dəyişən nüans yəqin ki, aləmlə savaşmağım. Həqiqətən də öz istəyimə nail olmaq üçün evdə bir müharibə elan eləmişdim. Bir səhv eləyir və bir daha onu eləmirsə, əgər deyirlərsə ki, düzgünü budur, o mənə aid deyil. Necə sənin kimi uğurlu influencer olub, stabil işdən asılı olmayım. Bu iş insanı ruhdan salan bir işdir, dönəm-dönəm. Fərqi yoxdur nə qədər məşhursan, nə qədər deyilsən. Sizi bu yola çıxardan ən böyük motivasiya nə olub? Pulsuzluq, yoxsulluq. Hansı saçlar üçün şampun istəyir? Saçınız hansı tipdədir? Bəlkə kişi mənim üzümə belə baxdı. Mən başımı qaldırıb kişinin üzünə baxanda gördüm ki, kişi keç aldı. Salam, mən Günel Rəhim. Bugün soruşmaq ayıb olmasın qonağıyam və sizdən gələn sualları cavablayacağam. Taşacaq bu deniz serialına baxırsınız, zarafat edirəm. Niyə bəs məhz Nicat? Yox, bu seriala baxmıram, amma sosial şəbəkələrdə görürəm ki, çox izlənən bir serialdır. Niyə məhz Nicat? Birinci sual həyat yoldaşımla bağlı gəldi. Niyə məhz Nicat? Əslində deyilən sözlər çoxdur. Onu deyə bilərəm ki, birinci mən Nicata aşiq olmuşam və fikirləşmişəm ki, onu həyatıma qazandırmaq üçün hər şey eləmişəm. İlk dəfə təbii ki, görünüşü məni cəlb elədi. Sonradan isə xasiyyəti, mənə davranışı, ətrafa, digər qadınlara və insanlara qarşı olan davranışı və çox insana ürəkdən yaxın olmaq bacarığı. Bunu deyə bilərəm hələ ki. Keçirik növbəti suala. Çox uzun bir sualdır. Yallah, başlayaq. Qarayevdə satış təmsilçisi işləyən o qızdan ölkəndə ən çox tanınan, sevilən şəxs yaratmağı necə bacardı? Günel həqiqətən sahib olduğu hər şeyə öz dırnaqlarıyla sahib olub və bu yolda ən çox diqqət etdiyi nüans hansı idi? Çox gözəl və dərin bir sualdır. Birincisi onu deyim ki, satış təmsilçisi olaraq 4 il çalışmışam, amma bu Qarayev olmayıb. Port Bakumolda çalışmışam 4 il ərzində, beauty sferada, kosmetika və ətir satmışam. Amma ondan sonra və ondan əvvəl də çox yerdə işləmişəm və doğrudan da deyə bilərəm ki, həqiqətən başlayanda da bugünə qədər də özümə güvənərək, çox az inansam da deməyərəm ki, özümə çox inanırdım ilk başlayanda, amma həqiqətən özümə güvənərək və bunu sınamaq istədiyim üçün başlamışam. Ən çox fikir verdiyim nüans isə həmişə özüm olaraq qalmağımdır. Mənim özümə aid xüsusiyyətlərimi qoruyub saxlamaq bacarığımdır ki, onu həm işdə, həm bugün və deyə bilmərəm ki, mən ən çox tanınan və ən çox sevilən tanınmışam bu ölkədə. Əlbəttə ki, elə deyil, amma bir balaca əgər öz işlərimlə tanınmışamsa, bu məni çox sevindirir. Sualınıza görə də çox təşəkkür edirəm. Keçək növbəti suala. Həyatınızı dəyişən bir hadisə olubmu? Həyatımı dəyişən, mənə gəlir ki, bizim həyatımızda həmişə dəyişən hadisələr baş verir. İnsanlar, bizim mühitimiz, iş, pulsuzluq, pul, qazancımız, bunlar hamısı bizim həyatımızı dəyişir. Mənim həyatımı dəyişən nüans yəqin ki, birisi hansı olub, aləmlə savaşmağım. Həqiqətən də öz istəyimə nail olmaq üçün evdə bir müharibə elan eləmişdim və deyə bilərəm ki, o müharibədə özümü sübut edərək qalib gəldim. Belə, bu sualın cavabını belə vermək istəyirəm. Həyatda aldığınız ən böyük dərs. Onu deyə bilərəm ki, mən dərs almıram heç vaxt. Onu deyə bilərəm ki, eyni səhvi dəfələrlə eləyə bilərəm. Və bir insan bir səhv eləyir və bir daha onu eləmirsə, əgər deyirlərsə ki, düzgünü budur, o mənə aid deyil. Və belə bir söz var, ifadə var ki, insanın başı daşa bir dəfə dəyər, mənimki bir neçə dəfə dəyər. Ona görə mən heç nədən dərs almıram. Mən sadəcə həyatı səhvlərimlə, düzlərimlə yaşamağa çalışıram və hər şeydən bir nəticə çıxartmaq istəyirəm. Amma demək olmaz ki, mən dərs alıram nədənsə, yox, mənə aid deyil. Necə sənin kimi uğurlu influencer olub, stabil işdən asılı olmayım? Bu sual çox tez-tez gəlir. Bu sualı mən də özümə dəfələrlə vermişəm bu səhifəmi açmadan və idarə etmədən qabaq. Onu deyə bilərəm ki, əslində mən düşünürəm ki, bu iş hal-hazırda müasir dünyada ən tələbatlı işlərdən biridir. Təbii ki, hər kəs influencer olacaq deyə bir anlayış yoxdur, amma istəyən ola bilər. Bunun ardında belə bir sir dayanır ki, dayanmadan çalışmaq. Bu iş insanı ruhdan salan bir işdir, dönəm-dönəm. Fərqi yoxdur nə qədər məşhursan, nə qədər deyilsən, dönəm-dönəm hamımızın ruhdan düşdüyü
artıq heç nə həvəsi olmadığı dönəmlər başlayır. Amma əvvəldə bu lap çox olur. Çünki misal üçün evdə bizə dəstək olan insanlar azdır. Əksəriyyətimiz deyək, hamı yox. Və video çəkəndə misal üçün bizdə belə bir şey var idi. Biz çox böyük bir ailə idik və evimiz balaca olduğu üçün mən hamıya mane olurdum. Nənəmə, atama, anama, bacıma, qardaşıma, evdə pişiyimiz var idi. Hətta o belə məncə narazı idi. Çünki onu da yerindən bəzən eləməli olurdum. Amma bunlara baxmayaraq mən fikirləşirəm ki, bir insan çox çalışırsa öz üzərində və əziyyət çəkirsə, mütləq ki, axırı uğurlu olur. Amma fikirləşməyin ki, uğur sizin yanınızdadır. Uğur həmişə uzaqlardadır. Sadəcə onu gedib tapmaq lazımdır, əziyyət çəkmək lazımdır. Eybi yoxdur. Sizi həvəsdən salan olsa da belə, bir gün ağlayın, amma sabah durun, yenidən cəhd edin, yenidən cəhd edin. Əminəm ki, alınacaq. Çünki məndə alınıbsa, sizdə də alınar. Getdik. Növbəti sualımız. Təhsil həyatınız necə olub? Təhsil həyatım çox şən olub. Çox sevinirəm ki, mən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olmuşam. Onda da narazı idi evdə hamı. Çünki anam fikirləşirdi ki, mən hüquqşünas olacağam. Atam fikirləşirdi ki, mən müəllimə olacağam. Amma nəticədə mən Rəssamlıq Akademiyasına qəbul oldum. Və çox təəssüf edirəm ki, ölkəmizdə və bir çox ölkədə rəssamlar dəyər görmürlər və ya çox gec dəyər görürlər. Bu həmişə belə olub, indi də belədir. Amma mənim üçün ən gözəl illərim idi. 4 il çox gözəl insanlar qazandım həyatımda ki, onlarla hələ də çox gözəl əlaqədəyik. Qrup yoldaşlarımı çox sevirəm. Buradan da onlara salam göndərirəm. Hələ də yığışırıq, yadımıza salırıq. Bir neçəmiz artıq ailə qurmuşuq. Bəziləri anadır, bəziləri öz işinin sahibidir. Və universitet illərim 4 il boyunca mənim o xoşuma gəlirdi ki, orada hamı qeyri-adi idi və hamı necə idisə elə idi. Düzgün olmaq kimi bir şərtimiz yox idi. Geyim barədə, makyaj barədə, iş barədə. Çünki hamı yaradıcı insan idi. Və misal üçün biz bufetdə yığılışıb yemək yeyəndə bütün tələbələr elə tələbə olurdu ki, o gəlirdi, heykəltaraşdı, palçıq içində otururdu, o yeməyi yeyirdi, çayını içirdi. Eləsi bütün boya içində, çünki o rəssam idi və hamımız bir-birimizə o qədər anlayışlı və gözəl davranırdıq ki, çünki başa düşürdük ki, yaradıcı insanıq və necə isə eləyik, bir-birimizi qəbul edirdik, heç bir şərtsiz. Bu mənim çox xoşuma gəlirdi. Sizi bu yola çıxardan ən böyük motivasiya nə olub? Pulsuzluq, yoxsulluq. Bu həm zarafat, həm gerçəkdir. Amma təbii ki, mən fikirləşirəm ki, bir qapalı qutuda nə qədər də saxlasan, içindəki yaradıcı ruhu, o bir yer tapıb oradan sızacaq. Məndə də elə oldu. Nə qədər də fikirləşsə ki, ailəm, hətta özümə inanmasam da, mən başa düşürdüm ki, mənim içimdəki yaradıcı ruh özünü göstərmək istəyir. Məncə bu biraz gec oldu. Çünki mən 25 yaşımda özümü axtarıb tapan yox, hələ də axtaranam əslində. Amma o dönəm artıq başladım özümü Günel kimi axtarmağa, kim olmaq istədiyimi anlamağa, nə etmək istədiyimi anlamağa və yaxşı ki də o dönəm başladı. Bu bəzilərində bəlkə də 18-19 yaşında baş verir və bəlkə də daha tez. Məndə bu 25 yaşa təsadüf elədi. Belə, inanırsınız o qədər uzun cavab verirəm ki, sual yadımdan çıxır, bir də oxuyum. Sizi bu yola çəkən ən böyük motivasiya nə oldu? Motivasiya o oldu. Yəni mənim daxili yaradıcı ruhum və pulsuzluq, imkansızlıq. Məncə, imkansızlıq əslində ən böyük imkandır ki, bizə yol göstərir. Çünki ən gözəl, ən kreativ ideyalar insanda çarəsiz dönəmində gəlir ağlına. Məncə belədir. Getdik növbəti suala. CV-ndə sizcə ən istedadlı kimdir? Mən CV-ndə bilməyənlər varsa, Cavan TV adlanan bütün blogerləri cəmləşdirən bir qurum, YouTube kanalı idi. Mən də bir dönəm orada çalışmışam. Çox yaxşı insanlar tanımışam, yaxşı təcrübə qazanmışam orada. Ən istedadlı bir insanı necə seçim? Orada bizim rəhbərimiz Əlixan Rəcabov idi. İndi o da orada artıq çalışmır. Amma o dönəm mənə elə gəlirdi ki, Əlixan Rəcabovdur. Çünki o nəinki CV-nin işçisi və ya bloger idi. Orada bir rəhbər idi. Bugün isə filmlər, elə həmin dönəmdə filmlər çəkən bir insan idi. Biz də təbii ki, onunla məsləhət edirdik hər bir şeyi. Və elə düşünürəm ki, bəli, o dönəm CV-nin ən gözəl dönəmi idi ki, orada Əlixan Rəcabov rəhbərlik eləyirdi və mənim üçün də həqiqətən ən istedadlısı idi ki, bir çox şeydə ona məsləhət edirdim çəkiliş öncəsi. Əgər Günel bir kino obrazına çevrilsəydi, bu obraz hansı filmdən olardı və o həmin obrazı öz baxış bucağı ilə bizə necə izah edərdi? Gözəl sualdır. Kinolar izləməyi çox sevirəm. Kinoların adları əsla yadımda qalmır. Gah rus dilində, gah Azərbaycan dilində, gah türk dilində, gah ingilis dilində baxıram və hamısının adları fərqli olur. Ümumiyyətlə, yaddaşım bu mənada çox pisdir. Amma təbii ki, süjet və məqs mənə ümumi təsir bağışlayır hər bir filmdən. Çox banal olsa da mən Fight Club demək istəyirəm və niyə onu dediyimi də izah edeyim. Çünki
Məndə Fight Club inanılmaz bir təəssürat bağışlayıb ki, hələ də yadıma düşəndə belə o təəssüratın altında qalıram. Əgər baxmamısınızsa mütləq baxın. Mən istəyərdim ki, o filmi qadın gözündən, o bucaqdan da çəkək və göstərək. Çünki orada bir çox problemə toxunulur. Sırf təbii ki, orada başrol kişidir. Spoiler verməyəcəm, amma onun problemləri və daxili dünyasına olan bir savaşdan söhbət gedir. Və sonda şoka düşürsən. Mən çox sevirəm elə videoları da, filmləri də ki, sonda bizi belə şoka salsın. Elə filmlər çox yadda qalır. Və düşünürəm ki, bir qadın olaraq, əgər o filmin qadın bucaqdan baxılan süjetdə çəkilsəydi, mənə çox maraqlı olardı. İstəyərdim o filmdə oynamaq, niyə də yox. Artıq bilirsiniz ki, bir film təcrübəm var. Hansı anınız yadınıza düşəndə utanıb gülürsünüz? Aslanım, ay gəlin bunu danışım sizə. Bir çox utanmalı anım var. Çünki mən çox türklər demişkən sakar insanam. Həmişə əlimdən nəsə düşər, qırılar, yıxılaram və s. Amma nə qədər utansam da gülməli ana çevirirəm. Deməli, mən sadəcə işləyən dönəmlərdə biz orada bahalı şampunlar da satırdıq. Çünki Azərbaycanın yəni ən bahalı brendlərin satıldığı nöqtə idi, mağaza idi. Və bir dəfə bir kişi gəldi, müştəri yaxınlaşdı və dedi ki, mənə şampun lazımdır saçım üçün. Və mən kişiyə dedim ki, siz hansı saçlar üçün şampun istəyirsiniz? Saçınız hansı tipdədir? Çünki quru saç var, yağlı saç var, kəpəkli saçlar var. Və kişi mənim üzümə belə baxdı. Mən başımı qaldırıb kişinin üzünə baxanda gördüm ki, kişi keç aldı. Və çox utanmışdım, qıpqırmızı olmuşdu və kişi sakitcə mənim üzümə baxırdı belə. Və mən də ona baxdım, yəni kişinin saçı keç aldı, yuxarıdakı işıqlar onun alnını o qədər aydınladırdı ki, amma mən onu görmədim, sadəcə şampunlara və onların izahına belə odaqlanmışdım, türklər demişkən. Ona görə çox utandım və yerə baxmağa başladım. Yanında da iş yoldaşım dayanıb, o da gülməyə başladı. O gülmür, siz təsəvvür edirsiniz o anı. Mən onun altdan güldüyünü hiss elədim və dərhal üzümü çevirdim, bir dəqiqə elədim, qaçdım oradan ki, gedim, girim gizli yerə, orada gülüm. Çox üzr istəyirəm həmin müştəridən. Əgər nə vaxtsa yadına düşsə bu hekayə və ki, bunu unutmaq olarmı? Və orada mənim iş yoldaşım çox sağ olsun ki, gəldi və məni xilas elədi. Bilmirəm hansı tip şampun satdı o müştəriyə, amma müştəri razı getdi. Keçək növbəti suala. Həyatınızın qırılma nöqtəsini, yəni uğurlu olmağa başladığınız anı səbəbi deyə bilərsinizmi? Bilirsiniz nə vaxt hiss elədim? Onu çox gözəl sualdır yer gəlmişkən. O ki, mən bilirsiniz başladım, sırf yaradıcılığımdan danışırıqsa oradan gedək. Mən bu videoları çəkməyə başlayanda artıq yavaş-yavaş hiss elirdim ki, insanlara xoş təəssürat bağışlayır və həmin dönəm ümumiyyətlə qızlara daha çətindir sosial şəbəkədə inkişaf eləmək. Gəlin boynumuzu alaq. Demirəm ki, oğlanlara asandır, amma bizdə daha çətindir. Çünki bizə daha çox qadağalar qoyulur. Və artıq hamı başlayır, bu qız nə işlə məşğuldur, sənin qızın neynir? O qohumlar daha çox qarışır. Çünki bizə müdaxilə eləmək daha mədəniyyətimizə uyğundur. Misal üçün deyirlər, bu qız nə işlə məşğuldur, bu nə videoda bu yükləyir, bu nə geyimdə o geyinib və s. kimi hadisələr yaşadıqdan sonra o ki, ailəm artıq sevdi məni və mənim işimi qəbul elədi. O an mənim üçün həqiqətən məncə artıq o qırılma nöqtəsi və artıq özümü, çünki onlardan ailənin dəstəyi bizim üçün çox önəmlidir. Nə qədər desək də yox, bu belədir. Yəni ailənin, bizim doğmalarımız dəstəyi çox önəmlidir və o an artıq sevinməyə başlamışdım ki, deyəsən artıq uğurumu ailəm də görür və qəbul edir. Bu mənim üçün artıq uğura gedəcəyim yolun qapısının açılmasının bir işarəsi idi. Həyat yoldaşınız Nicat bəyi nə üçün sevmişsiniz? Onun hansı xüsusiyyətləri onu sizə sevdirib? Mən sizə belə danışım. Sadəcə ilk görüşdən olan təəssüratımı bağışlayayım, artıq siz anlayın. Deməli, biz çəkilişdə tanış olmuşduq Nicatla və mən ondan əvvəl Nicat artıq görmüşdüm. Nicat mənim yaddaşıma həkk olmuşdu. Üstündən bir müddət keçir və biz çəkilişdə üz-üzə gəlirik. Biz Nəbatət bağında çəkiliş eləyirdik və orada Nicat da fotoqraflardan biri idi, gəlmişdi. Biz orada çəkiliş eləyəndə mənim diqqətimi bu çəkdi ki, Nicat orada ağacların altında sakit-sakit balıq qulaqları yığır əlinə və çəkiliş bitənə qədər o balıq qulaqlarını yığdı, qəşəng əlinə bir paketə qoydu və s. Mənə çox maraqlı gəldi. Mən soruşdum ki, balıq qulaqlarını niyə yığırsan? O başa düşmürdü ki, mən artıq ona olan planlarım çox böyükdür. O dedi ki, mənim balığım var evdə, mən o balığın akvariumunu daha genişlətmək və düzəltmək istəyirəm deyə bunu yığıram ki, düzəldə bilim ora, qoya bilim. Bu mənim çox xoşuma gəlmişdi. Mən fikirləşdim ki, əgər o balığının bu qədər qeydinə qalırsa, deməli, həyatda seçəcəyi insan da qeydinə o cür qalacaq. O mənim
çox belə yaddaşımda qaldı və fikirləşdim ki, mən bu oğlanı əldən verməməliyəm. Və elə də elədim. Davam edək. Nicatla olan hekayəmiz çox maraqlıdır, hamıya bilirəm. Deməli, özünüzü aktrisa hesab edirsiniz, yoxsa bloger? Bu əslində belə iki daşın arasında qalmaq kimi bir sualdır. Mən təbii ki, bloq apardığım üçün daha çox insanların gözündə blogeram. Amma mən öz səhifəmi daha çox təbii ki, özümə hal-hazırda aktrisa deməyəcəm. Çünki bu sözə hələ var, bu sözü deyə bilməyimə hələ ki var, hələ uzun bir yol var qabağımda. Amma ki, mən sırf kamera qarşısına keçəndə, öz videolarımı çəkəndə mən daha çox aktrisalıq eləyirəm. Yəni, mənə belə gəlir. Obrazlara girməyim, bir obrazı yaratmağım, fikirləşməyim, onun o hekayəsini yazmağım, yaratmağım, bunlar mənə daha çox aktrisa kimi gəlir. Amma əmin olun ki, bunlar fərqli şeylərdir və aktrisa olmaq çox çətindir. Əgər filmimizi izləmisinizsə, Kabab, Şərab, Hesab filmimizi əgər izləmisinizsə, orada görəcəksiniz ki, mən də orada bir balaca rol alıram və inanılmaz gözəl təcrübə idi mənim üçün. Bilmirəm, bunu necə sözlərlə sizə ifadə edeyim, amma o mənim üçün artıq bir yol göstərdi o sınaq ki, bəli, mən bu yolla getmək istəyirəm, daha çox təcrübə qazanmaq istəyirəm. Belə, bu sualı bir-iki ildən sonra yenə cavablayaram, ümid edirəm. Kaş ki, həyatımda olmasaydı dediyim biri varmı? Artıq o insanlar həyatımda yoxdur. Çünki bu mövzuda daha qəti olmağa qərar vermişəm və fikirləşirəm ki, kim ki mənə lazımdır, onlar mənim yanımdadır və ətrafımdadır. Kim ki yoxdur, deməli olmamalıdır qızlar, deməli olmamalıdır. Siz də elə eləyin. Qədrinizi bilənlərlə oturub durun, onları ətrafınıza yığın, xahiş edirəm. Çəkdiyiniz obrazların real həyatınızla əlaqəsi varmı? Təbii ki var, təbii ki var. Bu mənim, necə deyim, bugün gülə biləcəyim keçmişdə olan travmalarımdır. Yaşadığım bəzən acı hekayələrimdir, gülməli hekayələrimdir. Ailəmin, qohumlarımın, dostlarımın mənə yaşatdığı təcrübələrdir. Bu günlərim artıq onlar bir ssenariya, bir obraza, bir videolara çevrilirlər. Bu da çox gözəldir. Məncə, ümumiyyətlə bir filmi izləyəndə mən həmişə fikirləşirəm ki, onun da bir hekayəsi var. Yəni, o bir nəyəsə, hansı hekayəyə əsaslanır. Bu da onlardan biridir. Təbii ki, öz videolarımı böyük kinolarla müqayisə eləməyəcəm. Amma fikirləşirəm ki, bir ideya varsa, mütləq ki, onun bir yaradıcı hekayəsi var. Bir əsaslanır nəyəsə, hansısa bir hekayə. Təbii ki, mənim də yaratdığım obrazlarım bizim cəmiyyətimizlə, mənim ailəmlə, mənim tanışlarımla əlaqəsi var. Kontentinizdəki yumor çox təbii və axıcıdır. Təşəkkür edirəm. Bu daha çox daxili dünyanızın əksidir, yoxsa şuurlu şəkildə qurduğunuz bir üslub? Ümumiyyətlə, ilham mənbəyiniz nədir? İnsanlar, həyat, yoxsa konkret hadisələr? Bu da bir öncəki suala əslində bənzəyir, amma daha da açım onda mövzunu. Deməli, mənim bilirsiniz ki, obrazlarımın şahı, padişahı, korolevası mənim anamdır. Həyatımda olduğu kimi və anam inanılmaz gülməli bir insandır. Yəni, mənim yaratdığım obraz hələ heç nədir anamın yanında. İnanılmaz gülməli, saf, belə daxilən gələn bir gülməli hekayələri var anamın. Ona görə də onunla danışarkən həmişə üzüm gülür. Hər bir mövzuya belə baxış bucağı fərqlidir. Öz təbii ki, dönəminə, öz tərbiyəsinə, mənim anam rayonda böyüyüb, onlara əsaslanaraq bir reaksiya verir və bu məni çox güldürür. Çünki mən daha çox təbii ki, müasirliklə ayaqlaşan bir insanam. Amma anamın belə bəzən saf olması falan məni o qədər güldürür ki, mən onu hətta gördüyünüz kimi o videolarla, yəni belə çıxmasın, əgər biraz məşhuramsa, ona görədir. O ana obrazı ən çox sevilən obrazdır. Hətta mən ara verəndə, misal üçün çəkməyəndə ana obrazında çox adam mənə yazır ki, ana obrazda çəkdə darıxırlar o obraz üçün. Başa düşürəm niyə. Və düşünürəm ki, bəli, mənim ilham mənbəyim elə anamdır və yaratdığım, ona həsr elədiyim o obrazdır. Və təşəkkür edirəm bu suala görə. Fikirləşirəm ki, bu cavab sizi qane elədi. Azərbaycan filmləri yoxsa Türkiyə filmləri? Deməli, bu yaralı yerimizdir. Bu yaralı yerimizdir. Bu günlərim həqiqətən daha çox aktyorlarla, rejissorlarla oturub belə az da olsa söhbət eləmək şansım var. Və başa düşürəm ki, bizim dərdimiz bu günlərim istədiyimiz filmləri yarada bilməməyimizdir ki, əslində istedadlı gənclərimiz çoxdur. Sadəcə Türkiyə çox böyükdür, büdcələri böyükdür, onlar artıq Netflix kimi belə böyük, nəhəng bir platformalara çıxa bilirlər. Biz amma hələ yox. Bu üzücü anda əslində yaradıcı insanların çox yaralı bir yeridir. Bu günlərim təbii ki, onların büdcələri çox olduğu üçün onlar daha çox film yarada bilirlər, biz daha az. Amma gəlin köhnə filmlərimizi xatırlayaq, yadımıza salaq. Biz nələr yaratmışıq, necə gözəl filmlər çəkmişik, o dönəm
mənim üçün çox çətin olan əslində işin öhdəsindən necə gözəl və şəhanə gəlmişik. Ona görə fikirləşirəm ki, bunu əgər o əsrlərdə, illərdə eləmişiksə, deməli biz bu gün daha yaxşısını eləyə bilərik və düzələ-düzələ də gedir. Ümid edirəm bundan da yaxşısı olar. Bilmirəm, mənim ümidim böyükdür bu sahədə. Fikirləşirəm ki, yaradıcı insanlar gərək biraz dözümlü olsunlar ki, nəticəni də görə bilsinlər. Belə, hamıya uğurlar arzu edirəm. Suallarınıza görə hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, verdiyim sualların cavabının səmiyyətini sizə də ötürə bildim. Təşəkkür edirəm. Kinoboxa abunə olun. Daha çox məşhuru burada görmək istəyirəm ki, bu cür sualları onlara da ünvanlayasınız. Biz də izləyək və onları daha yaxından tanıyaq.